Değerli dostlar, değerli müşteriler, İtal Terim kombisi. Rast gəlməmişsə bu adıyla dostlar. Baxın, Yasin usta Omega seri sizlərə bunları göstərir. Standart fan prosesdə başa düşdük. Standart qaynama datçıqı başa düşdük. Esencördə başa düşdük. Burada fərqli bir dekorasiyalar var. Değerli dostlar, değerli müşteriler, kombi modelde diyeyim ki İtal Terim'dir. Bu tipli kombidir. Grundfos nasosla təsis olunubdur. Tifi 95, 1565 başqa 95. Təzyiq manometrini də görürük. Burada təzyiq datçıqını görürük. Fərqli bir animasiya. Hissi suyun turbini fərqli bir animasiyadır. 3 yollu motor deyək ki sıralardandır. Təzyiq datçıqı üstündən buradadır. Təzyiq datçıqı da standart deyil. Bu bir növ termona kombisinə oxşayır. Valla sözün açığı bir dənə bu qaldı mı? Bilmədiyim görüm aşağılaya bilirəm nədir. Bu bilirsiniz nədir dostlar? Bunun funksiyası bunlarda doldurma vintili olmur. Avtomatik bu doldurma vintilidir dostlar. Yəqin ki rast gəldiyiniz və çox az sayda rast gəldiyiniz bir şeydir. Bu doldurma vintilidir. Avtomatik isti sudan götürür, radiator sisteminə bir yarım olunca və yaxud istədiyi təzyiqdə doldurmuş olur. Bunlarda nə qədər təzyiq düşsün, bunlar özü tənzimləyərək öz problemi həll edir. Burada zajqaniya blokunu görürük. Bu standart bir şeydir. Qaçdığını baxa gedən borunu görürük. Burada da bakıyorsunuz maşallah eni yox, uzunu yox. Yuma prosesləri getmiş olur. Belə təkrar göstərim. İtal Terim firmasına aiddir kombi. Burada çəkim sizlərə İtal Terim Made in Italia. Değerli dostlar, değerli müşteriler, İmmergaz, İtal Terim, Baymak, Təmir Töküm, digər kombilərin təmin ehtiyacı varsa bizə müraciət edə bilərsiniz. Sağ olun.